Salam dostlarım. Bugün sizlerle birlikte yeni boya pas paltarımız ile bir oyun yalnız geçeceğiz. Videoya başlamazdan evvel qeyd edim ki videoya like atıp abone olmayı unutmayın. Yalnız oyun başladı. Bir de qeyd edim ki bığırı ya da ki hassasiyet videoları gəlməyini istəyirsinizsə də yorumlarda qeyd edə bilərsiniz. Deməli. Rəqibimiz Armendi, qəşək, Erməni, qəşək. Bu yaxşı oldu. Erməndən bir dənə haqqını verək. Bunu mən maksimum bir xal veririm. Erməni ağırlı. Hayda, bir xal deyib yox. Bunlara bu elə belə şey başlayın. Bir xal özümüz verdik də demirlər. Aha. O bir tane xaldan qobrak deyiləsiniz kömək üçün. Biz oyunumuza baxaq. Aha. Ermənilərə gənə günümüzə qədər edəbiliriz. Deməli, indi gəl burasın. Aba belə də ağıllı ol. Ermənisən, erməniliyini bil. İfadəmizi də çəkdik. Geçək. Bu da bircə dəqiqə. Silah çəksin. Aha. Bu da boya pas ifadəmizdir. Məncə geçəkdir. Məncə boya pasa görə normaldir. Geçək. Kilavemi seçtim. Məncə kilavemi yaxşıdır. Ağaşı. Kilavemi demə, onsuz da xal verməyəcəkdim, amma bir xal onlara yazıqlar da, uşaqlar. Heç olmasa bir xal alsınlar. Ona bax, pusur eləcək, pusur. Ermənidən nə gözlüyorsunuz ki? Erməni sən gözlərim. Sana şey. Ağıllı olma böyle. Boya pas ifadəmizdə çəkərik sizə. 2-1. Mən buna maksimum bir xal verəcəyim demişdim. Bu yazıqlar da bunlar da insanlar. Yəni, ama hadi eyb yox. Bir xal özümüz onlara verək də. Uşaq. Aha. Yenə pusur. Haradasa da. Bu değil mi? Aha. Bir dənə uşaq vuracağım. Bir dənə vuruşduqdan qaldı. Ama belə. Bir dənə ifadəmizi seçək yenə. Geçək. 3-1. Bax belə olar ermənilər. Bir de qeyd edim ki, videoya like atıp abone olmayı unutmayın. 3-1 erməniləri həmişək kimi oduruq biz təbii. Nə yazıqdılar da, bunlar da insan. Erməniyə bax bu hassasiyetimiz də öz sözün deyir də uşaqlar. Yine diyeyim hassasiyet isteseniz mənə yorumlarda yazabilirsiniz. Telefonunuzun adını bir de telefonunuzun adını təkcə telefonunuzun adını yazın, hassasiyetinizi mən deyim. Hassasiyet istəyirsinizsə də bir dənə like atıp bir de abone olmağı da unutmayın. Böyle. Ermənilere yine de sözümüzü dedik de bıraktılar. 5-1. Mən buna özüm elə belə bir xal verdim, yazıqdır da. Sevinsin ki Azərbaycanlılardan bir xal aldım. Deməli uşaqlar.
Videomuz bu kadar. Videoya like atıp abone olmayı unutmayın. Bir de qeyd edim ki, görünməz YouTube ve görünməz Ciril kanallarına da abone olmayı unutmayın. Sağ olun, sağlıkla.